Dayan. Bir dəqiqədə dərs öyrənirik. Sən də videonu keçmə və izlə. Bir dəqiqədə cəmiyyət və keyfiyyət fərqini öyrənirik. Cəmiyyət fərqi sözdə hərf və səslərin sayca fərqlənməsidir. İki yolla yaranır: səs düşümü və səs artımı. Gəlin səs artımı nümunəsi ilə tanış olaq. Radio yazılır, yəni 5 hərfdən ibarətdir yazılı şəkildə. Amma biz bunu tələffüz edərkən radio, yəni y bitişdirici siyametini ora əlavə etmiş oluruq. Bu da olur bizim cəmiyyət fərqimiz. Keyfiyyət fərqi nədir? Sözdə səs dəyişməsi əsasında ortaya çıxır. Məsələn, atamla, babamla, nənəmlə yazıldı. Amma biz deyərkən, yəni tələffüz edərkən bunu deyirik babamla, atamla, anamla, nənəmlə. Yəni la, lə şəkilsi çevrilir, olur tələffüzdə nan, nə. Burada da l-nın n-ya dəyişməsini müşahidə etmiş oluruq. Bu da olur keyfiyyət fərqi. Bu qədər. Başqa hansı mövzunu izah edək? Bir dəqiqə.